Salam, hörmətli izləyicilər. Sumqayıtda inşaatçılar qəsəbəsi sözün həqiqi mənasında bərbad vəziyyətdədir. Zibil poligonuna çevrilən küçələr, palçıq içində üzən yollar, hər an dağılma təhlükəsi olan binalar. Bu dəhşətli mənzərəni ağzı açıq lüklar daha da təhlükəlidir. Bu qəsəbədə yaşayan sakinlər gündəlik həyatlarını bu çətinliklər içində davam etdirməyə məcburdular. Unudulan qəsəbənin sakinlərinin sözlərinə görə dağılma təhlükəsi olan binaların söküləcəyi deyilsə də, realda heç bir addım atılmır. Sakinlərdən biri deyir ki, 25 ildir burada yaşayıram, söküləcək deyirlər, sökmürlər. Bu qəsəbə yaddan çıxıb. Sakinlər, elə biz də aidiyyəti qurumların unudulmuş qəsəbəni nə zaman xatırlayacağını gözləyirik.